Bismillahirrahmanirrahim. Və izə qultum fa'dilu və ləv kənə zə qurbə. Danışanda hətta qohumlarınız barəsində olsa belə, ədalətli olun. Ən'am surəsi ayə 152. Təsəvvür edin ki, bir insan 40 ildən çox onurğa zədəsi alıb və beldən aşağı hissiyatını itirib. Təsəvvür edin ki, bir müharibə qazisi bütün çətinliklərə baxmayaraq, həyatının hər anını İslam və inqilab yolunda xərcləyir, əziyyət çəkir və yüzlərlə inqilabçı gəncin tərbiyəsi üçün səy göstərir. Bu necə ola bilər ki, bir insan 40 il boyunca hərəkət edə bilməsin, gündüzlər saatlarla mütaliə etsin və insanların problemlərinə həll yolu tapsın? Hacı Əsğər haqqında hekayə belədir. O, hər gün saatlarla Qur'an oxuyar, tədəbbür edər və sonra da əməl edərdi. Ona avtomobil vermək istədiklərini dedilər. O soruşdu, niyə? Dedilər, qazisiniz deyə. Soruşdu, bütün qazilərə verilir? Dedilər, xeyr. O cavab verdi, mən istəmirəm. Nə vaxt bütün qazilərə verilsə, mən də qəbul edərəm. O, övladlarına öyrətmişdi ki, biz inqilaba və İslama borcluyuq. Buna görə də atanıza görə xüsusi imtiyazlardan istifadə etməyiniz qadağandır. Sonra həmin Qur'an ayələrini tilavət edər və deyərdi. Bəzi insanlar ədalətdən danışırlar. Lakin məqsədləri ədaləti qorumaq deyil, öz hüquqlarını təmin etmək və şəxsi mənfəətlərini qorumaqdır. Lakin əgər qərar verməli olsalar, ədalətə əhəmiyyət vermirlər. Ancaq Qur'anın əmri budur ki, ədalət hər yerdə tətbiq olunmalıdır. Hətta yaxınlarınızın işinə təsir etsə və şərtlər sizə sərf etməsə belə. Siz ədalətə riayət etməli və Allahın əhdinə sadiq qalmalısınız. O, inqilabın qələbəsi üçün illərlə silahlı mübarizə aparan inqilabçı döyüşçülərdən biri idi. O, 3 il İsfahanın ən mühüm incəsənət məktəbinin müdiri olmuş və eyni zamanda Kürdistan və cəbhələrdə fəaliyyət göstərmişdi. Lakin 1982-ci ilin əvvəlində bir raket zərbəsi belinə dəydi və bu onu ömürlük hərəkət qabiliyyətindən məhrum etdi. O, 40 il ərzində çox çətinliklərə dözdü və 59 dəfə cərrahiyyə əməliyyatı keçirdi. Amma Allahın razılığını qazanmaq üçün iş görməyi də unutmadı. O, fiziki çətinliklərinə baxmayaraq, İsfahan məscidlərində böyük bir mədəniyyət kompleksində fəaliyyət göstərirdi. Hacı Əsğər mehriban və ədalətli bir insan idi. O, Allah üçün vaxtını sərf edir, dostları ilə məsləhətləşir və insanlara istiqamət verirdi. Nə qədər insan tanıyıram ki, boşanmanın eşiyində olduqları bir vaxtda Hacı Əsğərin ilahi kəlamları ilə bu yoldan dönmüşdülər. O, şəxsi həyatının çətinliklərinə baxmayaraq, yaxınları və hətta adi insanlar üçün vaxt ayırır, onların problemlərini həll etməyə və çətinliklərini aradan qaldırmağa çalışırdı. Neçə dəfə şahid olmuşam ki, bəzən problemləri olan insanlar ona müraciət edirdilər və o, onlara Qur'an ayələri ilə həll yolları təqdim edirdi. Hətta şahid olmuşam ki, bir nəfər ona dedi ki, küçədə bir nəfər məni lağa qoyur və ona nə deyəcəyimi bilmirəm. Hacı Əsğər ona dedi, bu Qur'an ayəsini çox təkrarla. İnnə kəfəynəkəl mustəhzin. Biz səni məsxərəyə qoyanlara qarşı qoruyarıq. Bu adam dedi ki, həmin adam tezliklə lağ etməyi dayandırdı və problem həll olundu. Hacı Əsğər fiziki problemlərinə baxmayaraq, beldən aşağı hissiyatını itirmiş olsa da, iqtisadi fəaliyyətlə məşğul olurdu. O, əldə etdiyi pulla insanların bir çox problemlərini həll edirdi. Yardım fondları qurmuş və faizsiz kreditlər verirdi. Yaxınlarından biri danışır. Mən maliyyə problemi ilə qarşılaşmışdım. Banka getdim, amma hesabımdakı məbləğ kifayət etmədi. Təxminən 10 milyon real çatmırdı. Hara müraciət edəcəyimi bilmirdim. İş yerində olanda İmamzaman Ağa Əccəlillah ilə dərdləşdim və iltimas etdim ki, abrım əlimdən getməsin. Düyünləri imam özü açsın. Hələ təvəssülüm bitməmişdi ki, Hacı Əsğər zəng etdi
və heç bir söz demədən bank kartımın nömrəsini soruşdu. Bir neçə dəqiqə sonra mənim ehtiyac duyduğum məbləğ hesabıma köçürüldü. Ona zəng edib təşəkkür etmək istədim. Lakin dedi, bu barədə heç kimə danışma. Bu məbləğ sənin ixtiyarındadır, faizsiz kreditdir, qərzül həsənədir. Hacı Əsğər 2022-ci ilin yayının sonlarında şagirdlərindən biri olan İsfahan polis rəsmisini çağırıb dedi. Fitnə yoldadır, rəhbərə qarşı hiylə qurmaq istəyirlər. Hazır olun. Axır günlərində İmam Zamanı səsləyirdi və arzu edirdi ki, İmam Zamanın yavərlərindən olsun. O deyirdi, mən gözləyirəm ki, İmam Zaman Əcəlallah yavərlərini səsləsin. O, həmin ilin noyabr ayında şəhidlər karvanına qoşuldu və dünyasını dəyişdi.